Zatı və lənət müştəri. Allah kəssin belə bazarı, belə alış-verişi. İt oğlu qədeh verənin əli quru qurşun imiş. 3 aydır qaladan alıb gətirmişəm. Hələ indiyənəcən bir top da satmamışım. Gül eyleme ağa, qadan alım deyim mi? Allah ağır gider. Allah niyə ağır gedir axı ya? Niyə ağır gəlir? 500 manat pul vermişəm, qazancımdan faydasından əl çəkmişəm. Mayam dərmə gəlmir, belə dərd olar. Bu şəksiz məmə, şəksiz bu dərd məni öldürəcək. Evin yıxılsın, balaların yetim qalsın, mənim pulumu yiyin. Ağlama ağa, gözümü yiyeyim, birisi de olur. Belə də dərd olar ay kişi. Qarğış eləmə ağa, qadan alıb qarğış eləmə, Allah ağır gider. Ağa, bir de bu malı sana zorla satmayıblar ha. Yox, Allaha ağır niyə gedir axı, hə? Niyə mənə bu mal verənin evini Allah Teala yıxmır, ha? Belə də dərd olar. 1000 yol Peyğəmbərə Qur'ana and içdi ki, xadam oymadı, apar. 3 günə axırıncı parçasına da satılacaq. Hani? 3 gün olub 3 ay. 3 ay nədir? 3 ilə də bunlar satılıb qutarmayacaq. Evin yıxılsın, mal verək. Qan qusasan, sağ salama pulumu yeməyəsən. Qarğış eləmə ağa, qadan alıb qarğış eləmə. Evin yıxılsın, qapın çırpılsın, belə də dərd olar. Deyim mi ağa, ayıbdır, adamlar eşidər. Gedər, mən adam yanında demirəm ki, səni yanında deyirəm də.